Salam dostlar. Bu intonasiya söhbətləri şeirdə ən çətin məsələnin ən çətin tərəfidir. Çünki o qədər ələ gələn deyil və hiss eləməyən insanlara başa salmaq o qədər də asan deyil. Ona görə də mən ikinci buraxılışla intonasiya söhbətlərini yekunlaşdırmaq istəyirəm. Ən vacib məqamı qeyd edeyim ki, yəni yeni intonasiya gətirmək üçün ədəbiyyata böyük sənətkarlar həmişə klassika ilə cəng-cidaya çıxırlar. Çünki klassikada bunlar çox güclüdür də. Elə bil sözün o gül yerini dərib götürüblər və zaman-zaman böyük sənətkarlar işləyiblər oralarda və bizə elə bil, xüsusən heca və əruzda da bizə elə bil o artıq söhbətlər qalıb da, elə bil bir nəhəng bir partlayışın uçqun yerləri bizə qalıb. Yəni ona görə çox çətindir bu məsələlərə girişmək və modern şeir əslində, modernizm əslində bu ehtiyacdan yarandı. Məsələn, Nazim Hikmət başa düşdü ki, Füzulinin polyasında oynamamaq ən gözəlidir. Oynamırsan orada, çünki uduzmaq an məsələsidir. Eyni zamanda sərbəst şeirə, bizim klassik aşıq şeirindən gələnlər də başa düşdülər ki, Aşıq Ələsgərlə, Abbas Tufarqallı ilə bu polyada oynamaq Səməd Vurğunun özü ilə çox çətindir. Səməd Vurğunun özü intonasiya axtarışlarında, məsələn, klassik aşıq şeirinin qarşısında xeyli əziyyət çəkib. Zaman-zaman pek kimi fırlanıb onların təsirinə düşüb. Ona görə intonasiya axtarışları ədəbiyyatın ən funksional tərəfidir. Mən bunu indi keçən dəfə 11-lik hecada, bu dəfə 8-likdə izah eləməyə çalışacağam. Məsələn, Ramiz Rövşənin bir misrasından, bir bəndindən başlayaq. Ha çağırsan, a baxta baxt, qumdan evcik quran uşaq sularda batana baxmaz. Görürsünüz ki, tamamilə yüngül, zamana uyğun bir intonasiyada, eyni zamanda qafiyə sistemini də dəyişir, mövzunu da çimərliyə gətirir və mövzu da olaraq Gəraylının içinə bir demək, tamamilə modern komponentlər qarışdırır. Ancaq o çox usta olduğu üçün bunlara gəraylı demir. Çünki bilir ki, birinci növbədə intonasiya baxımından gəraylıya, ənənəvi gəraylıya uduzacaq. İkinci də mövzu olaraq, deməli, saz üstə yazılmayıb, intonasiya olaraq saz üstə yazılmayıb, intonasiyası yüngüldür, zamanımıza uyğundur və mövzusu da daha çox modern mövzular gətirib ora. Bu əslində Eldar Baxışdan mənə elə gəlir əvvəl başlamışdı. İndi Ramiz müəllim iddia eləyir ki, o başlayıb bu şeyləri. Mən mübahisə eləmək istəmirəm. Ancaq məncə Eldarda, kör təbii şəkildə Eldarda başlamışdı. Eldar Baxışda Ramiz Rövşən sonra bunun nəzəri əsaslarını bildiyinə görə bu nəğmələr üzərində ciddi dayandı və 8-liyə yeni intonasiya məsələsi Ramiz müəllimin adı ilə bağlandı. Eldarın məşhur şeiri var Məhəmməd Hadiyə. Bir şairi öldürdülər bir şəhərin ortasında, ölkə bilmədi. Məsələn, klassik intonasiyadan fərqlənsə də Ramiz Rövşənin ha çağırsan, a baxta baxt, qumdan evcik quran uşaq sularda batana baxmaz. Bir şairi öldürdülər bir şəhərin ortasında, ölkə bilmədi. Ramizdən daha ağır, ləngərli bir intonasiya vermişdi o 8-liyə. Və xeyli də şeiri var, bir 10-a yaxın mən bilən bu səpkili şeiri var. Və Salam Sarvanda da 8-lik var. Mən öləndə yağış yerlə, buludlar göylə ağlasın, dirimə ağlayan anam ölüməyə ilə ağlasın. Özdə qəribə bir ahəng, qəribə bir intonasiya tapmışdı. 11-likdəki kimi Salam 8-likdə də qəribə bir intonasiya tapmışdı. Hətta mən ona bir dəfə dedim ki, sən niyə bunları davam eləmədin? Çox orijinal bir intonasiya ilə gözəl gəraylı səpkili də, yəni 8-lik səpkili şeirlər yaza bilərdik. O dedi 20-30 bu cür şeirim var idi. Ancaq mən onları oxuyanda gördüm ki, intonasiya Ramiz Rövşənin də hamısını cırıb tulladım. Bax, sənətkarlıq buradadır. Füzuli necə deyirdi, yazdıqlarımdan çox cırmışam. Bax, Salam, sənətkarlıq cırıb atmağı bacarmaqdadır. Bax, Salam bu sirləri bildiyinə görə imzasını sübut edə bildi. Bu sirləri bilməyən adamlar ortalıqda avara qalırlar, belə deyək. Və qeyri-adi hadisə 8-likdə Vaqif Cəbrayılzadə. Xan Ceyranın uçuşunda, ən şahanə yerişində, gah alnında, gah döşündə bir ox yeri var. Görün, necə möhtəşəm bir, həm yeni, həm möhtəşəm bir intonasiya ilə gəlib ədəbiyyata. Fikir verin, Xan Ceyranın uçuşunda, ən şahanə yerişində, gah alnında, gah döşündə bir ox yeri var. Və yaxud bu məşhur olan şeirlərindən biri də səni niyə belə sevdim, belə istədim niyə, könlümdəki min tikana bir gülə istədim niyə. Bir balaca heca ilə oynayıb, amma 8-lik üzərində tamam yeni və samballı, möhtəşəm bir intonasiya ilə gedə bilib. Mən indi o intonasiyanı müqayisə edəcəm Abbas Tufarqallının 8-liyin tanrısı Abbas Tufarqallının misrası ilə.
Gecə gündüz qan ağlaram, artıbdı fərağım mənim, başımı alıb gedərəm, tutduqca ayağım mənim. Fikir verirsiniz? Şeiri oxuyursan adama elə gəlir ki, 14-lük, 16-lıq şeir oxuyursan, o qədər ağır bir ləngər var, ağır bir yellənmə var. O keçən dəfə dediyimiz kimi Bəhri Xəzər ilə bir yellənir. Gecə gündüz qan ağlaram, artıbdı fərağım mənim. Başımı alıb gedərəm, tutduqca ayağım mənim. Fələk işim salıb ləngə, düşmüşəm qovğuya cəngə, aşaram hində firəngə, alınmaz sorağım mənim. Enerjinin gücünü görürsünüz. Həmin enerji məhz intonasiya ilə ifadə olunur. Ancaq Ramiz bu klassik intonasiyadan qaçmaq üçün gör hara gəlib çıxıb. Orijinal vermək üçün, orijinallıq vermək üçün 8-liyə. Ha çağırsan a baxta baxt, müqayisə eləyin. Gecə gündüz qan ağlaram, artıbdı fərağım mənim. Ha çağırsan a baxta baxt. Yanında sanki multiplikasiya filmidir. O qədər fərqlənir ahənglər. Ancaq Eldarda, Salamda və xüsusən Vaqif Cəbrayılzadədə klassik intonasiyaya xeyli yaxşı mənada yaxınlaşma, həmin sambala yaxşı mənada bir can atma və xeyli də nail olma var. Xan ceyranın uçuşunda, ən şahanə yerişində, gecə gündüz qan ağlaram. Abbasa yaxınlaşır, ancaq yenə hüdudlarına gedib çata bilmir. Fikir verin. Xan ceyranın uçuşunda, ən şahanə yerişində, gecə gündüz qan ağlaram, artıbdı fərağım mənim. Amansız söhbətlərdir. Çox sağ olun, ümid edirəm nələrsə izah edə bildim.